Dərman qiymətlərinin yüksəkliyindən Azərbaycanda hər kəs şikayətçidir. 5-10 dəfə dünya bazarındakindən daha yüksək səviyyədə satılır bizim apteklərdə bir çox dərmanlar və hazır olun ki, bundan sonra qiymətlər biraz da arta bilər. Səbəbini sizə indi izah edəcəm. İş burasındadır ki, bütün dünyada qiymətlər Azərbaycandakindən nisbətən bir xeyli aşağı olsa da, Birləşmiş Ştatlarda, Amerikada qiymətlər bizdəki kimi yüksəkdir və istehsalçı şirkətlər bunu onunla izah edirlər ki, biz burada elmi araşdırmalar aparırıq, universitetlərə, alimlərə, digərlərinə bir xeyli pul ödəyirik, yeni dərmanlar yaratmaqdan ötürü, sonra isə həmin o xərcimizi qiymətin üzərinə gəlirik və beləcə dərman satışından həmin pulu çıxarırıq. Amerika hökuməti indi qərara gəldi ki, madam ki Amerika elmi, Amerika alimləri bu dərmanları bütün bəşəriyyət naminə istehsal edirlərsə, qoy elə bütün bəşəriyyət onun pulunu ödəsində. Niyə sadə Amerikalılar baha qiymətə dərmanları almalıdır? Ona görə bundan sonra Amerikada istehsal olunmuş və ya Amerika lisenziyası ilə istehsal olunmuş dərmanların qiyməti dünya üçün artacaq, Amerikalılar üçünsə ucuzlaşacaq. İndi təsəvvür edin, bu artım həm də Azərbaycanda monopoliyaların dərman üzərinə qoyduğu marjanın üstünə gələcək və Azərbaycanda dərmanların qiymətləri daha da yüksələcək və ya Azərbaycan istehlakçıları, apteklər və adi vətəndaşlar dünya bazarında ən ucuz, keyfiyyətsiz analoqlar almalı olacaqlar. Bu isə Azərbaycanda əhalinin sağlamlığına çox ciddi zərbə vurar. Ona görə gələn seçkilərdə indiki hökumətin bu monopoliyalara bizim sağlamlığımızı təslim etmiş siyasətinə qarşı səs verin, bizi dəstəkləyin.